Tələbəmiz kursa təzə yazılıb, indi hal-hazırda başlayıb, yəni razyumları dəyişib, ekranda olan razyumları, köhnə ekranlarda üstündə elə bir məşq eləyir. Hardasa bir aydan sonra o normal ekranlar veriləcək, həmin razyumları dəyişəcək. Deməli, tələbəmiz bugün tester dərsinin birinci günüdür, yəni elektronika öyrədilir. Batareykanı yoxlamağını indi yoxla baxaq. Yəni dərsi başa salmışam, indi praktikadır. Nə qədər zaryadkası var? Bəli, düzdür. İndi testeri tərs elə, şnurların yerini dəyiş. Plus minusunu tapaq batareykasının. Burada minus işarəsi gəlirsə, səhv qoymusan. Batareykanın plusu qırmızı olandı, bu biri tərəfdir. Elə batareyka var üstündə yazılır, amma elə batareyka var yazmırsa sən özün tapmalısan. Bəli. Bəli. Batareykanı şok verməyə də xüsusi aparata qoşarıq, şok verəcəksiniz. Telefonda zaryadka problemi var. Həmən zaryadka problemi indi razyumu, zaryadka platasını çıxardıb, zaryadka razyumunu dəyişəcək tələbəmiz. Tələbəmiz təzə gəlib dərsə, ikinci dərsidir. Yəni təzə başlayıb, hələ bir 3 ay bizimdədir. İndi hal-hazırda plata vermişəm, yəni qaralama işidir, mikrosxemaları çıxardır, təzədən yerləşdirir yerinə, sadəcə əlini öyrəşdirir. Yavaş-yavaş öyrənir, bu ikinci dərsə görə yaxşıdır. Bugün tələbələrimizə mikrosxemada necə ayaq yığmağını öyrədirəm. Mikrosxemalar elə bir ki, çıxardanda, ayaqlar tərpənəndə orada elə bəzi ayaqlar qırılır, ya olmur ehtimal, ya sürüşür, çıxır yerindən. Ona görə ayaq yığmağı öyrədirəm. İndi hal-hazırda mikrosxemada iş görülür. Mikrosxema sonradan plataya qoyulacaq. Ayaq yığdıq. İndi mikrosxemanın üstündəki elə bir ki, təmizlənir üstü. Təmizlənəndən sonra mikrosxema çıxardılır. Samsung A12 platasına yığılacaq. Plataya yığılmamışdan qabaq filios vururuq az. Mikrosxemanın nöqtəsinə, ayağına diqqət eləyirik, səhv salmayaq, hansı tərəfə baxdığını. Həmən mikrosxemanı telefonu Samsung A12'ye oturtturacaq. Tələbəmiz iPhone 7'dir, sim kartında problem var. Onun sim kart yerini düzəldirik. Tələbəmiz 3-cü aydadır deyə daha rahat istifadə edə bilir, daha rahat açıb yığa bilir telefonları. İndi iPhone 7'dir, hal-hazırda düzəltdiyimiz. İndi telefonu hələ ki sökmək prosesidir, birazdan sim kart yerini dəyişdirəcək. Deməli, tələbəmizdə platada, köhnə plata, işlənmiş plata vermişəm ki, orada razyumları çıxartsın, təzədən otuzdursun. Həmən razyumlar yarı dəmirdən, yarı da plasmasdandır. Ona görə temperaturunu düz tutmaq üçün ÖSP-nin indi hal-hazırda 340 dərəcədə işləyir. Əgər əridisə, keçəcək 330 temperatura. Yəni, əlini öyrəşdirir ki, plasması neçə temperaturda platadan çıxartmaq lazımdır. Bu tələbəmizdə isə payənlik dərsidir, payənliki öyrənir. Hal-hazırda sadəcə köhnə plata vermişəm, ora məftil atır, yəni sim çəkir. Sadəcə əlini öyrəşdirir payənlikə. Gələcək dərslərimizdə təmiz plata verib, mikrosxemaların üstündə işləyəcək. Platada işlə o məftili. Nice ol. Elə yəni bütöv atma. Əgər dur bir dənə zəhmət olmasa. Bax, həmənki gördüyün məftil atdığın yerdə buradan Volvo ilə bunun ayaqlarını düzəldə bilərsən, bax bu vəziyyətdə ki, yekə-yekə atmayasan ora.
Bir simi götürüb çox rahat vəziyyətdə burada bir balaca ağardandan sonra burada rahatlıqla oturtdura bilərsən. Bu tələbəmizə XS Max-ın korpus dəyişimi öyrədilir. İndi hal-hazırda platanı sökür, təzə korpus yığacağıq. Ehtiyatla. Çalış kameranın içine barmağın dəyməsin, çünki sonra ləkə qalır. Tələbəmizin birinci ayıdır. Penlə öyrənib, indi payanlik dərsinə keçib. Hardasa bir 3 gündür, 3 dərsi olar, payanliklə işləyir. Deməli, xırda-xırda məftil misdən ayaqlar atır. Hal-hazırda biraz çətin vermişəm, asanda keçib. Yəni rezistorlardan, tranzistorlar, kondensatorların bir-birinə birləşdirib. Gözdən düzdür, çox balacadır. Gələcəkdə mikroskopla işləyəndə daha rahat olacaq onun üçün. Bugün tələbəmizdə tester dərsidir, elektronikanı öyrədirik. Problem deməli lentdə zaryadka telefon yığmır. İndi hal-hazırda ayaqlarını yoxlayır ki, hansı ayaq işləmir. Həmən ayağa sim atacaq, məftil atacaq, o başdan bu başdan. Tester dərsidir, müəllimin öyrətdiyinə görə burada zaryadka ayaqlarının hara getdiyini tapırıq. Burada yəni göründüyü kimi sarı olanlar kondensatorlardır. Qaralar da var, onlar da rezistorlardır. Bunlar belə gedir, tapıldıqda belə səs çıxır. Yəni bu bir çox yerə gedə bilir. Gördüyünüz kimi. Burada mən tapmışam bunları. Bunlar kondensatorlardır, sarı rəngdə olanlar. Qaralar rezistorlardır. Bu mikrosxemalarda burada gördüyünüz kimi bu kondensatorlara aiddir. Yəni bura işləyirsə, buradan səs çıxırsa, bu mikrosxemada o demək ki, işləyir. Ona gətirmişəm. Hal-hazırda bunda problem ekran problemidir. Sadəcə söküb yığmağı öyrədirəm tələbəyə. Yəni belə deyim, hal-hazırda normalda söküb təzədən yığır yerinə telefonu. Xiaomi telefonudur. Problemi də telefonda flash prosesor problemi var. Hal-hazırda 220 dərəcə ilə qızdırırıq. Flash prosesoru yoxlayırıq. Əgərləri telefon açılış olsa, problem ondadır. Bundan sonra prosesorunu qaldırıb, ayaq yığıb təzədən oturtduracaq. Bizdə deməli tələbələrimizə ekran dəyişməyi öyrədib. Bunlar zapças telefondudur ya. Yəni buradan elə bir ki başlayırıq, ancaq ağ yerindən, bax buradan. Həddindən artıq çoxdur, tökmə olmaz. Normal bax bu vəziyyətdə belə görsən ağarır. Bu vəziyyətdə belə gedirik. Tamına ekranı klirləyirik. Bu ağ yerlərə də vura bilərik. Yəni problem yaratmayacaq. Çıxartdığım yerdən buradan salırıq. Ekrana oturtdururuq. Rezinləyirik. Bir dənə yuxarı, bir dənə bura aşağı, bir dənə ortaya. Bu vəziyyətdə normal ekranları dəyişə bilərik. Müştəri də bu vəziyyətdə təhvil vermək olur telefonu, amma başa salırsan ki, 2 saatdan sonra bunu açsın.